Cruises.azın dəyərli dostları, müştəriləri, Legend of the Seas gəmisində 10-cu mərtəbə 294 nömrəli ailə və 296 nömrəli. Bunlar niyə 2 dənədir, indi izah eləyəcəm. Deməli, həmən girişdə Family Infinity Ocean View adı tam olaraq belə gedir. Ailə və okean mənzərəli balkonlu. Burada 294 nömrəli otaqdır və həmən də solunda 296-dır. İndi 296-yı göstərəcəm. 296 ilə 294 eynidir. Deməli, bu otağımız toplam 6 nəfər üçündür. İçəriyə girər-girməz sol tərəfdə, qapının arxasında uşaqların, 2 uşağın yata bilməyi üçün təxmini uzunluq 1.60 deyə bilərik. Buna orada da bir TV var. Orada da TV, uşaqlar TV-siz. Yəni, burada bu şəkildə pilləkənlə çıxıb bu 2 nəfər uşağın qalmağı üçün. Burada da bir pərdə var. Pərdəni bağladığınızda biraz daha uşaqlar üçün özəl bir məkan saya bilərsiniz. Bu şəkil, bu bizim həmən girişdə sol tərəfdə 2 nəfər üçün olan. Deməli, toplam 6 nəfərlik bir otaqdır. Həmən sağ tərəfdə bir sanitar qovşaq var, amma burada duş yoxdur. Yaxşı, bu bir və həmən təqibində burada da duş var. Yəni, duşla ayaq yolu ayrılıb. Okey. Deməli, bu girər-girməzdə yenə digər Infinity balkonlar kimi həmən sağ tərəfdə divan açılıb 2 nəfərlik olur, 2 nəfər burada yatır. Digərləri minibardır, sonra fendir və s. Bunların hamısı da sabitdir. Onun üçün bu videoda onu təkrar etməyəcəm. Bu şəkil dolablardır, haradakı asılqanlar, safe öz yerini tapır. Dediyim kimi bu divan açılır. Bu 2 nəfərlik və Infinity balkon. Infinity balkon istəkdən asılı olaraq bu pəncərə yenir aşağı, oldu balkon və yaxud bu yuxarıdakı bu pərdədir. Əgər günəşdən qorunmaq istəyirsinizsə və istəmirsinizsə ki, günəş düşsün, bəzən çünki günəş çox üfüqü vurur və insan narahat eləyir. Və bu şəkildə bu 6 nəfərlik, yəni 4 böyük, 2 uşaq və ya 3 böyük, 3 uşaq, toplam 6 nəfərlik, düzdür, biraz sıxlıq olacaq, razıyam. Amma hər bir halda qalmaq üçün idealdır. Əgər 6 nəfərliklərdən 2 ailədirsə, onda deməli, bu 2 ailə və çox yaxın ailələrdirsə, bu səfər nə etmək olur? 296 və 294. Eyni tip otaqlardır, qarşı-qarşıyadır və ümumi bir qapı girişidir. Ya, bu şəkil, inanıram ki, bəzi lüks otellərdə qarşılaşmışsınız. Baxın, bu şəkildə xüsusilə böyük ailələr üçün çox gözəl bir imkan. Bax belə, Legend of the Seas gəmisi Royal Caribbean'ın son ən möhtəşəm gəmisi.